Sizi xoş gördük. Hörmətli kanal izləyicilərimiz, bugün sizi Abşeron rayonu Masazır qəsəbəsində Məmməd Əmin Rəsulzadə küçəsi Cantəpə ərazisində gözəl bir 3 otaqlı evimizin təqdimatındayım. Hörmətli izləyicilərimiz, evdə yaşayış olub, indi hal-hazırda yaşayış yoxdur. Amma o qədər səliqəli saxlanılıb ki, həqiqətən çox gözəldir. Kombisi var, ehtiyac su çəni, su nasosu, sayğaclar hər birisi var, mərkəzi kanalizasiya sistemi, mətbəx bebili, hamam aksesuarları təbii ki, hamısı var. Yəni digər əşyalarını götür, gəlgir yaşa. Həyətyanı sahəsinə rahat şəkildə avtomobil daxil olur. Oturub durmaq üçün kifayət qədər ərazisi var. Heç avtomobil daxil etməyə ehtiyac yoxdur. Qapısının önündə kifayət qədər ərazisi var. Yəni 2-3 maşın rahat şəkildə hərəkət edə bilər. Daxil oluruq evimizin iç sahəsinin təqdimatına. Baxın, belə bir gözəl dəhliz bizi qarşılayır. İnternetdə kimi hər birisi hazır şəkildədir. Bölgü dəhliz vasitəsilə aparılıb. Qonaq otağı, 2 yataq otağı, yanaşı sanitar qovşaq. Sol tərəfdə yerləşir evimizin belə bir gözəl mətbəxi. Mətbəx bebili hazır gördüyünüz kimi, kombatarikalarına kimi quraşdırılıb, hamısı işləç vəziyyətdədir. Burada yerləşir evimizin işıqlı, gözəl, hündür tavana malik qonaq otağı, pəncərəsi həyətyanın sahəsinə baxır. 2 yataq otağıdır. Bu otağa baxımdan nisbətən razmercə 1 metr hardasa qısadır. Çünki bura valideyn otağı kimi nəzərdə tutulub, ölçüləri genişdir. Bu hissədə isə uşaq otağı kimi nəzərdə tutulub, hardasa 4-ün 3-ə, 3.50-nin 3-ə zədə olar. Bu ölçüdədir. Burada isə sanitar qovşağı yerləşir. Tam təchizat. Hörmətli izləyicilərimiz, bir daha təkrar edirəm. Abşeron rayonu Masazır qəsəbəsi, Məmməd Əmin Rəsulzadə küçəsi Cantəpə ərazisində həm 142 nömrəli, həm 569 nömrəli marşrut xəttinə çıxışı var. Sənəd mülkiyyət çıxarışdır. Notarial qaydası xidmə səviyyəsində alqı-satqı olunur. 051 635 17 97 nömrəmizə əlaqə saxlayır. Boş evlərin qiymətinə təklif olunur. Bu cür həyətyanı sahəsi, bu genişlikdə evləri 68-70 min manata təklif edirlər. Bu gördüyünüz ev 62 min stat bir qiymət, real müştərilərlə qiymətlərə razılaşmaq da olacaq. İzlədiyiniz üçün bir daha hər bizə təşəkkür edirəm. Kanalımıza abunə olub videoları bəyənməyi unutmayın.